Ramazan ayının gündəlik duaları imsak və iftar vaxtına keçməzdən öncə kanalımıza abunə olmağı unutmayın. Mart ayının 11-i Ramazan ayının 11-ci günüdür. Martın 11-də imsak vaxtı saat 05:33, iftar vaxtı isə saat 18:57-dədir. Ramazan ayının 11-ci gününün imsak duası belədir. İlahi, bugün ehsan etməyi mənə sevdir. Bugün fisk və asilikdən məni ikrah etdir. Bugün öz qəzəbini və cəhənnəm atəşini məndən uzaqlaşdır. Yardımına and verirəm, ey fəryad edənlərin dadına çatan. İftar duası isə belədir. İlahi, sənin üçün oruç tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş bağışlama sahibi, mənim günahlarımı bağışla. Allah orucunuzu qəbul etsin.